Salam dostlar, qış fəsli gəlib və soyuq havalarda li avtomobilini necə idarə etmək lazımdır? O haqda öz bildiyim tövsiyələrimi etmək istəyirəm. Bu avtomobildə xüsusi bir rejim var, sürüşmə əleyhinə rejimdir. Buradan ona daxil oluruq və bu düyməni basırıq. Bunu basdıqda avtomobil sürüşməyə daha effektiv mübarizə aparır. 4-ün 4-ə qoşulur. Bu avtomobil onsuz da 4-ün 4-dədir. Amma məsələ ondan ibarət ki, bəzi hallarda 2 təkəri idarə edir. Bunu basdıqda isə bu davamlı olaraq 4-ün 4-də olur. Bu işarə haqqında onu demək istəyərdim ki, bəzi maşınlar var ki, onlarda bu işarə var və o ESP off düyməsidir. Yəni, maşın sürüşkən vəziyyətdə göstərir. O düyməni bastığımız halda avtomobil əksinə o sürüşmə əleyhinə yox, sürüşəcək avtomobil. ESP çünki söndürüləcək. Bir də nəyi tövsiyə edərdim? Bu avtomobildə təkərlərə fikir vermək lazımdır. Çalışmaq lazım ki, təkərləriniz saz vəziyyətdə olsun. Qış təkərləri olsa lap yaxşı olar. İkincisi, soyuducu mayelərə baxmaq lazımdır. Bu avtomobildə 2 kontur soyuducu maye var və bu soyuducu mayelər deməli, birincisi mühərrikə aiddir, digəri isə akkumulyator və hibrid sistemlərinə aiddir. Və bundan əlavə orada bir maye də var. Bu da şüşəyə su vuranda istifadə olunan mayedir. Onu da donmayan maye qoymaq lazımdır. Çünki adi maye qoysanız elə o donacaq və oradakı baçonkanı və ilaxırı sıradan çıxarda bilər. Onu da dəyişdirin. Ümumiyyətlə, avtomobilə tam olaraq belə bir baxış keçirmək yaxşı olar ki, avtomobilin hər şeyinə baxılsın və bütün sistemlər yoxlansın. Sizə xatasız, balasız sürüş arzulayıram.